Salam uşaqlar, hədəfin 4-cü qrup olan sınağının 24-cü sualında qalmışdıq və onun indi izahına baxaq. Deyir ki, neytrallaşma reaksiyası ilə 120 qram natrium hidroksiddən neçə mol natrium sulfat duzu almaq olur? Neytrallaşma reaksiyası odur ki, turşu və əsas arasında gedib normal duz və suyun alınması ilə gedən reaksiya biz nə demişdik uşaqlar? Neytrallaşma reaksiyası demişdik. Burada əgər alınan duzumuz natrium sulfatdırsa, demək reaksiya nəyin arasında gedib? Natrium hidroksidlə sulfat turşusu arasında. Baxırıq sağ tərəfdə 2 natriumumuz var. Ona görə natrium hidroksidin qarşısına kəmsal düşür və bir də suyumuzun qarşısına kəmsal düşür. İndi bizdən deyir ki, 120 qram natrium hidroksiddən neçə mol natrium sulfat duzu alır? Biz baxırıq ki, natrium hidroksidin emeri 40-dır. Yəni 2 vurulsun 40 qram. Yəni 80 qramda 1 mol alınırsa, onda 120-də neçə mol natrium sulfat alınır? X da nəyə bərabər olacaq? 1,5 mola. Demək, cavabımız nədir? 1,5 mol natrium sulfat duzu alınır. 25-ci sualdan davam edirik. Demək, bizə bir maddə verib, alkendir və 1 molunun tam yanmasından alınan suyun mol miqdarı 5-dir. Yəni 5 mol su alınıb. 5 mol əgər bunun yanmasından su alınıbsa, demək, bunun neçə hidrogeni var? 10 hidrogen atomu var. Alkenlərin ümumi formulu belə idi. CnH2n. Yəni burada 2n 10-a bərabərdir. Onda n nəyə bərabərdir? N bərabərdir 5-ə. İndi bizə burada deyir ki, molekulunda hibrid orbitalların sayını müəyyən edin. Alkenlərin hibrid orbitallarının tənliyi belə idi ki, 4n-2. Yəni 4'ü vururuq n'in sayını. N'imiz neçə tapdıq? 5. Ondan da 2 çıxırıq. Neçə qalır? 18. Demək, bunun x-imizin qiyməti neçə oldu? 18. 18 hibrid orbitalı var imiş həmin bu alkenin. 26-cı suala baxırıq. Hansı maddələrin molekullar arasında hidrogen rabitəsi yaranmır? Hidrogen fluoriddə hidrogen rabitəsi yaranır. Bizdən olmayanı soruşur. H-xlorda yaranmır. Karbon monoksiddə yaranmır. Fosfor, demək, fosfin qazında yaranmır və bir də suda nə edir? Yaranır. Ona görə cavabımız olur 2, 3, 4. 27-ci suala baxırıq. Hidroliz etməsinə görə uyğunluğu müəyyən edin. Katyona görə hidroliz, aniona görə hidroliz, həm katyona, həm aniona görə hidroliz. Biz demişdik ki, bir duz hidrolizə uğramaq üçün onu əmələ gətirən ya əsas, ya turşu, heç olmasa ikisindən biri zəif olmalıdır və duz suda həll olan duz olmalıdır. Hər ikisi də nə ola bilər? Zəif ola bilər. Onda hidroliz daha yaxşı gedirdi. İndi əgər hidroliz katyona görə gedirsə, demək onu əmələ gətirən əsas nədir uşaqlar? Zəifdir. İndi buradan baxaq görək, əgər aniona görə gedirsə, onu əmələ gətirən turşu zəifdir. Hər ikisinə görə hidrolizə gedirsə, onu əmələ gətirən həm turşu, həm əsas zəifdir. İndi A variantına baxırıq, alüminium sülfit. Alüminium sülfitdə alüminium hidroksid də zəif əsasdır. Sulfit turşusa zəif turşudur. Ona görə burada həm katyona görə hidroliz gedəcək, həm aniona görə. Sonra kalsium sulfat. Kalsium sulfat həm də biraz çətin həll olan duzdur, az həll olur və həm də bu qüvvətli əsas qüvvətli turşudan əmələ gəlir. Ona görə ümumiyyətlə bu hidrolizə uğramır. Sonra C variantına baxırıq, xrom 3 nitrat. Xrom 3 nitratda xrom 3 hidroksid necə əsasdır? Zəif əsasdır. Ona görə də zəif nədirsə ona görə gedirdi də uşaqlar. Yəni turşu zəifdirsə turşuya görə hidroliz gedirdi, əsas zəifdirsə əsasa görə hidroliz gedirdi və əsas da bizdə katyon turşu qalığı isə anion adlandırdı. Ona görə burada əsas xrom 3 hidroksid zəif olduğuna görə bu olacaq nə? Katyona görə hidroliz bu gedəcək 1-ə. C variantı gedəcək 1-ə. Buna baxırıq, kalium sulfit. Kalium sulfit, kalium hidroksid qüvvətli əsasdır. Sulfit turşusu zəif turşudur. Bu aniona görə hidroliz olacaq. Bu gedəcək 2-ciyə. Dəmir 3 sulfat. Dəmir 3 sulfatda dəmir zəif əsasdır. Sulfat turşusu qüvvətlidir. Ona görə də bu da nəyə görə hidroliz olacaq? Olacaq katyona görə hidroliz. O da gedəcək hansına? 1-ciyə. Sonra növbəti baxırıq situasiyamıza. Deyir, reaksiya nəticəsində, birdən başlamağa, kimyaçı alüminium karbidin su ilə reaksiyasını aparır. Adi şəraitdə bərk halda olan maddə və qaz ayrıldığını müəyyən edir. Alüminium karbid su ilə adi şəraitdə reaksiya girir. Uşaqlar nə alınırdı? Alınırdı alüminium hidroksid və bir də metan qazı. Həmin qaz halında olan maddə həmin bunu deyir ki, metan qazı alınır. Bərk maddə isə alüminium 3 hidroksiddir. Reaksiya nəticəsində alınan bərk maddənin formulunu və beynəlxalq nomenklatura ilə adını yazın. Bərk maddənin formulu alüminium OH3-dür. Beynəlxalq adı alüminium 3 hidroksiddir.
Sonra ikinci deyir reaksiya tənliyini əmsallaşdırın. Reaksiya tənliyini əmsallaşdıranda demək bura demək 4 yazırıq, bura 3 yazırıq. Suyun qarşısına isə neçə düşür? Demək 3 dəfə 4 12, 3 dəfə 4 12. Burada 12 düşür. Yəni bu şəkildə əmsallaşdırırıq. Sonra 29-a baxaq. Reaksiyadan alınan qazın yanma tənliyini yazın. Yəni metan qazının yanma tənliyini istəyir bizdən uşaqlar. Və əmsallaşdırın. Gəlin yazaq metan qazının yanma tənliyini. Bilirik ki, karbohidrogenlər yananda nə alınır? Karbon qazı, su alınır. Bunu da əmsallaşdıranda suyun və oksigen qazının qarşısına 2 əmsal düşür. Və bu qazın molekulunda olan hidrogen atomlarının hamısını, yəni metanın hidrogen atomlarının hamısının 4 dənə hidrogen atomu var. Metil radikalı ilə əvəz eləsək, metil radikalımız CH3-dür. Hamısını gəlin metil radikalı ilə əvəz edək. Demək, onda bu mərkəzdə dörtlü karbona çevrildi. Metil radikalı əvəz etdikdə əmələ gələn birləşmədə sigma rabitələrin sayını hesablayın. Elədir, bir dənə baxaq, sayını hesablayın. Demək, burada uşaqlar 2,2 dimetil propan alınıb, yəni alkandır bu da. Alkanlarda sigma rabitənin sayı nəyə bərabərdir? 3n plus 1-ə. Yəni burada n-imizin sayı neçə oldu? 5 oldu. 3-ü vururuq 5-ə, üstə də gəlirik 1, eləyir neçə? 16 sigma rabitəsi. 30-cu testimizə baxaq. Məhsulun çıxımı 100% olarsa, 3 mol qazın alınması zamanı bərk maddənin kütləsi neçə qram artmışdır? Bərk maddənin kütləsi, burada alüminium karbidin kütləsinə əvvəlcə baxaq. Demək olar, burada əvvəlcə reaksiyanı yenə aşağıdan yazacaq, çünki reaksiyanın üzərində işləməliyik. Demək 12 mol su ilə reaksiya girirdi və 4 mol alüminium hidroksid alınır və 3 mol da metan qazı. İndi bizə deyir ki, məhsulun çıxımı 100% olarsa 3 mol qazın alınması zamanı, yəni də bizdə də 3 mol nəzər tənlikdə edilir, 3 mol metan qazı alınıb. Bərik maddənin kütləsi neçə qram artmışdır? Əvvəlcə alüminium karbidin emerini hesablayırıq. Burada alüminium karbidin 4 dənə alümimiz var, 108. Üstünə gəlirik 12-ni vursaq 36. O da eləyəcək, toplasaq 4, 4, 144. Demək 144 qram alüminium karbid reaksiyaya girir uşaqlar. Alüminium hidroksidin də kütləsi demək 51, üstə də 27 gəlsək 98, 4 vurulsun 98 qram alüminium hidroksid alındı. Demək alüminium hidroksidin də 4-ü 98-ə vuraq, görək bərk qalımızın kütləsinə qədərdir. 392 qram, 392-dən 144-ə çıxsaq 8, demək 4, 248. Aha, deyir ki, bərk maddənin kütləsi neçə qram artmışdı? 248 qram artmışdı. Yəni 144 qram bərk maddə girir. Burada bərk maddə alüminium karbiddə aydın məsələdir ki, və 4 mol alüminium hidroksid alınır. 4 mol alüminium hidroksid 392 qramdır. Demək bərk maddənin kütləsi 144-dən 392-yə gəlib, yəni 248 qram artmışdı. Sonra deyir, reaksiyada 6 mol su sərf olunarsa, demək burada birincinin oldu 248. Sonra davamında nə istəyir bizdən? Deyir ki, reaksiyaya 6 mol su sərf olunarsa, əmələ gələn qazın həcmini hesablayın. Baxırıq ki, bizim nəzəri tənliyimizdə 12 mol su sərf olunur və əmələ gələn qazın həcmi 3 moldur və onu da biz litrə çevirsək 67,2 litr eləyir. 6 olsa nə qədər olacaq? X, yəni olacaq 33,6. Yəni ikinci cavabımız isə nədir? 33,6-dır.